Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgə yaşayış və tolerantlıq ənənələrini əks etdirən Harmoniya sənədli filminin təqdimatı keçirildi. Film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki mənəvi dəyərlərin təbliği fondu və Bakı Media Mərkəzinin birgə layihəsidir. Bakı Media Mərkəzinin istehsal etdiyi sənədli film Azərbaycanda müxtəlif dinlərin mənsublarının birgə yaşayışı üçün yaradılan imkanlar, dinlər arası harmoniyanın təbliği məqsədi ilə hazırlanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operator Ziya Babayev və bəstəkarı Hafiz İbrahimlidir. Nizami Kino Mərkəzində Harmoniya sənədli filminin təqdimatı dövlət qurumlarının təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dini icmaların rəhbərlərinin, media nümayəndələrinin və ziyalıların iştirakı ilə baş tutdu. Təqdimat mərasimində filmin ideya və məqsədləri, həmçinin ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin əhəmiyyəti barədə çıxışlar edildi. Filmin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində, dini ibadətgahlarda, eyni zamanda ölkəmizdə formalaşan nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlər arası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgə yaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədi ilə noyabrın 5-də Bakıda keçirilən Fərqliliyin Rəngi festivalında aparılıb. Bugün Azərbaycan hər üç səmavi dinin tarixi qovşağı, hər üç səmavi dinin tarixən birgə, dost, qardaşlıq şəraitində yaşadığı unikal bir ərazidir və Azərbaycanın tolerantlıq ənənələri bugün də uğurla davam etdirilir. Və təsadüfi deyil ki, Azərbaycan hökuməti Azərbaycan xalqının bu tolerantlıq siyasətini dövlət siyasətinə çevrilir və onu da qeyd edeyim ki, Azərbaycanın tolerantlığı, Azərbaycan xalqının tolerantlıq ənənələri, tolerantlığa bir örnək olan ölkə olması təkcə bizim etiraf etdiyimiz həqiqət deyil. Beynəlxalq təşkilatlarda, beynəlxalq ekspertlərin etiraf etdi ki, bir həqiqət kimi bugün dünyada yayılmaqdadır. Harmoniya filmi də məhz bax bu Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs eləyir və filmin ərsəyə gəlməsində məqsəd də həm bu tarixən formalaşmış ənənələri təbliğ etmək, eyni zamanda bu ənənələrin inkişafına, bu ənənələrin daha da təşviq edilməsinə bir töhfə verməkdir. Filmin əsas qəhrəmanları 3 Azərbaycanlı xanımdır: Nigar xanım, Cəmilə xanım və Safiyə xanım. Və biz bu xanımların timsalında Azərbaycan üçün təbii olan bir reallığa çatdırmaq istədik. Həqiqətən də Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada eyni zamanda müsəlmanlar, xristianlar və yəhudilər bir vahid ailə kimi yaşayır. Və biz bu xanımların timsalında bir mesaj vermək istəyirik ki, həqiqətən də bu mümkündür. Film fərqli din mənsubu olan 3 rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətlərinin nümunəsində ölkəmizdəki tolerant mühiti işıqlandırır. Onların yaşam tərzi, ailə münasibətləri, dini ibadətləri və dostluq əlaqələri fonunda Azərbaycanda hökm sürən qarşılıqlı anlayış, etimad və mədəni müxtəliflik mühiti tamaşaçıya çatdırılır. Qəhrəmanların ailə həyatları, ibadətləri və illərlə davam edən münasibətləri onların mədəni müxtəliflik və sülh şəraitində yaşadıqlarını nümayiş etdirir. Sənədli film vasitəsilə cəmiyyətdə tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlərin təbliği, eyni zamanda ölkəmizin dinlər arası harmoniyanın qorunması və inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin mahiyyəti diqqətə çatdırılır. Qeyd edək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən Hədəf Bakıdır, Miras, Tağıyev, Son İclas, Əbədi Ezamiyyət, Biz və Şuşa Sən Azadsan kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib. Harmoniya sənədli filmi də Bir Günəş Altında sənədli filmdən sonra Azərbaycanda multikulturalizm ənənəsini gündəlik həyatdakı təzahürlərini real insan hekayələri ilə təqdim edən mərkəzin istehsal etdiyi növbəti yadda qalan sənədli ekran işidir.